Düzgün qidalanma təkcə böyüməyin deyil, həm də sağlam bədən, eyni zamanda itki zəka, sağlam uşaqlığın, xoşbəxt uşaqlığın təməlini təşkil eləyir. Giriş mətnindən də gördüyünüz kimi bu günlərim söhbət uşaqların sağlam qidalanmasından gedəcək. Mütəxəssis qonağımız Tahir Əmraslanovdur. Zaten bu adın qarşısına əlavə hansısa bir titulları saymağa ehtiyac yoxdur. Ad özü artıq bir tituldur bizim üçün. Tahir müəllim, xoş gəlmişik. Biz sizin məkanınızdayıq. Sizi xoş oldu görmək. Tahir müəllim, bugün uşaq qidalarından söhbət açacağıq. Problemli bir yönümüzdür. Çox da çox vacib məsələdir. Çünki bizim nəvələrimizin, nəticələrimizin başlanğıcıdır və uşaq qidasına keçməzdən əvvəl əgər biz istəyirsə uşaqlar sağlam olsun, nəsil verici atanın və ananın zifaf gecəsindən qabaqki və sonraki qidalanmasına fikir verməlidir. Xüsusilə də sonradan ananın boynuna uşaq düşəndə ana necə qidalanmalıdır. Əgər biz istəyirsə sağlam nəsil olaq, o ananın qidalanmasından da düzgün məşğul olmalıdır. Sonra uşaq anadan olandan sonra 2 il mütləq ana südü almalıdır. 2 il ərzində uşağa ana südü verilmirsə, uşaq öz genetik köklərindən qopur, o nəsildən çıxır. Ana südün tərkibi dəyişərək 2 il ərzində uşağa Adəmdən bəri bütün nəsildə nə varsa, ərinin nəslində nə var, onu ötürür. Və bu uşağın sağlamlığına çox yüksək dərəcədə təsir edir. Uşağın aldığı ilk yemək ana südüdür. Ana südü gəlir, uşağın kişi çıxmağa başlayır. Kişi çıxanda bizim İbn Sina nə deyir? Bir ananın ağzında çörək istadıb uşağa indi vermək lazım. Çünki uşaq hələ uşaq simbiozundan qopmayıb, ananın bətnindəki məlumatla yaşayır. Birdən-bir o məlumatı tam dəyişmək olmaz. Ağzında ana ağız suyu ilə istadırsa bu çörəyi, başqa ananın, başqa qadının olmaz. Südü kim verirsə, süd anası, öz anası ağzında onu istadıb uşağın ağzına verə bilər o çörəyi. Sonra yavaş-yavaş işlərin sayı çoxaldıqca ana südü verilə, əlavə yüngül qidalar uşağa verilə bilər, amma nəzərə alınmalıdır ki, uşaq böyük adamın kiçik modeli deyil. Onun mədə-bağırsaq sistemində bəzi enzimlər yoxdur, bəzi fermentlər yoxdur, verdiyiniz hər şeyi həzm edə bilmir. Uşağın dişləri artıq gələcək, 24 aydan sonra uşağın normal qidalanmasına başlamaq olar. Bu vaxtda uşağın mədə-bağırsaq sistemində selli qişa böyüklərdəki kimi deyil. Ona hər şey, qazlı bitkiləri vermək olmaz. Bu aşındıracaq uşağı. Bəzi yeməklərdən qaçırtmalı uşağı, qızardılmış şeyləri çox vermək olmaz. Ona çox yavaş-yavaş gətirmək lazımdır uşağı. İndi şəkərli qidalardan, nə bilim, energetik qidalardan daha çox uşağı biraz uzaq tutmaq lazımdır. Sonra yavaş-yavaş uşağın bu əmmə dövründə və filanda uşağın məcazına baxacaqsınız. Yəni temperamentinə uyğun da bir qidalar seçilməlidir. Ana uşağa süd verməyəndə nə başa düşür? Uşaq, bizim Azərbaycan dili çox gözəldir. Bu millətin beyni, ağlı kimi heç kimin yoxdur. Böyük akademiyalar, alimlər belə xalqdan ağırlı ola bilməzdir. Falan uşaq süddən yanıq olur. Ana südü almayan uşaq doğrudan da ana uşağa süd verməyəndə onu yandırır, onun genetikasını yandırır. Onun sağlamlığını yandırır, onun həyatını yandırır. Bu çox böyük bir cinayətdir. Qadın tərəfindən uşağa süd verilməməyi çox böyük cinayətdir. Və yaxud da əgər qadın süd verə bilmirsə bir dayə tutulur. Ibn Sina yenə deyir, kasıb ailədən bunun səbəbi var, varlı ailədən dayə tutmaq olmaz. Sağlam qadın onun parametrləri var. O qadın uşağı əmizdirə bilər. Amma sərvana onda deməli, başqa qadın əmizdirirsə, öz nəslinin məlumatını verir. O kişinin məlumatını vermir uşağa. Bu uşağın qidalanmasının başlanğıcı
ən əsas ümdə məsələlərdir. İkincisi, uşağın qidası deyil. Ruzisi Allah o dünyaya gəlməmişdən Allah rızasına. Siz görürsünüz ki, uşaq bətnə düşəndə qadın biraz başlayır şişməyə. Onun bədəninə bir piy qatı kimi bir şey yığılır. O piy qatı deyil, onun rəngi də piydən fərqlidir. O uşağın ruzisi süd gəlir. Sonra ana əmizdirdikcə o süd başlayır əriməyə gedir. Əgər onu əmizdirməyibsə, tamam. O piy qatını heç nəylə, heç bir həkim əridib bədəndən çıxarda bilməz. Qadın nə edir eləsin? Bir şey deyəcəm, bizim alimlərimizin də çox böyük bir tədqiqatları oldu. Süd, kiçik süd verməyən analar elmi tədqiqatların nəticəsinə görə 60-62% dəqiq yadımdadır, 60%-dən çox xərçəng xəstəliklərinə və süd bəzlərinin mastitinə daha çox xəstələnirlər. Bu yaxşıdır, pisdir, kim necə istəyir elə də qəbul eləsin. Bu amma mütləq bir faktordur. Uşağı, indi baxın bizdə nə baş verir? Bizim 3 əsas andımız var idi Quran gəlməmişdən. Ocaq haqqı. İndi heç kim qaz haqqı deməyəcək də, ocaqlar ortadan çıxır, ocaq daşı və bunun ocağın başında tüstünün inqalyasiyası falan var, getdi. İkinci əsas andımız çörək haqqıdır. İndi çörəyi turlayırlar, çörək haqqı da aradan çıxır. Çünki çörək həmin çörəkdir və turlantıya dönür, onun müqəddəsliyi itir. Üçüncü əsas andımız anamın südü haqqıdır. Hətta nağıllarımızda divə o vaxt inanmaq olardı ki, anasının südündən düşdü. Onda ona inanmaq olardı, çünki o anda pozmaq mümkün deyil, o brandları poza bilərdi. O an pozulmazdı bu millətin düşüncəsində, filanda, biliyində bu var idi. İndi bu antlar aradan çıxır. Tahir müəllim, bəs yaş qruplarına görə uşaqların qidalanması necə müəyyənləşdirilir? İnsan nə yeyirsə, o xüsusilə ilk vaxtlarında, ilk böyümə vaxtında. Oğlan uşaqlar, qız uşaqlarda, oğlan uşaqlarda xüsusi olaraq kiçik yaşlarından təmiz kərə yağı, 72-82% yağ yox ha. O yağ deyil, orada başqa şeylər var. Və indi ən təmizi, ya öz yağınızı, nəhrə yağı özünüz eləməlisiniz və yaxud da hələ quyruğu dəyişə bilməyiblər. Quyruğu əridib, çörəkdə çəkmək olar, çörəkdə pişirmək olar, belə də yedizdirmək olar. Çünki böyrək üstü vəzlərin inkişafı üçün uşaqların qidasında balaca vaxtda bir əcə quyruq yağı olmalıdır. Yaxşı olar ki, bu suda, qaynar suda əridilmiş yağ olsun, hələ cızdaq o qədər yox. Cızdaq 6 yaşından, 7 yaşından sonra vermək yaxşıdır. Cavab da ikisindən yiyəcəyəndə başqa şeylərdir. Amma zir-zibil uşağa yedizdirmək, bu istehsaldan, yeni sənəsinin istehsal elədiyi məhsulları uşaqlara vermək olmaz. Hər yaşında öz qidalanma səviyyəsi var. Biz bağça qidalanmasında yenə kalbasa, sasika, nə bilim nə, bu zir-zibilin hamısını çıxartmaq lazımdır. Təbii qidalanma sisteminə keçməlidir uşaq. İstəyirsiniz uşağınız sağlam olsun, hələlik bu mümkündür. Orada təzə ət kəsilir də, düzdür, gündə təzə ət var da. Necədir bunun konservasını alırsınız? Balıq mı yoxdur? Necə balıq konservası yedizdirsiniz uşağa? Konservləşdirilmiş ərzaqları niyə verirsiniz? Şu an nə günahı var? Mən başa düşürəm ki, ana telefonda oynayır, onun çox kasabdır, verdi canını qutardı indi. Çünki ana artıq uşaq üçün deyil, qadınlar ailə üçün deyil artıq. Belə bir cəmiyyətə gəldik. Cəmiyyət qadınları ailədən parçalayıb götürür ki, ailə inkişaf eləməsin, ailə modelini dağıtmaq üçün. Qadınlarımız da buna çox belə oynaya-oynaya gedirlər. Amma anlamaq lazımdır ki, elə bir şey yoxdur ki, onu qadın, çox gözəl qadın alimlərimiz var, riyaziyyatçılar var, rəssamlar var, musiqiçilər var. Amma onların elədiyin hamısını kişilər eləyə bilərlər. Yalnız uşaq dünyaya gətirib və uşaqdan başqa kişiyə və ya da ailəyə tərbiyəni yalnız qadın verə bilər. Bunun əvəzinə ana gedir işləyir ki, 700-800 manat maaş alacaq, evinə bir qulluqçu tutacaq, dayə tutacaq, uşağa verir, onlara verir o maaşı ki, uşağına baxsınlar. O dayə uşağı o sevgiyi, o yeməyi verməyəcək. Uşaqların tək fiziki yox, eyni zamanda zehni fəaliyyətinin də güclü olması üçün
Tərkibi nə ilə zənginləşdirilmiş qidalardan istifadə olunmalıdır? Sonraki mərhələ artıq uşaq gəlir orta məktəbə. Orta məktəbdə uşağın aktivliyi artır, dərs yükü, beyin yükü. Deməli, beyinə fosfor lazımdır. Fosforun həzmi ilə bağlı olan digər mikroelementlər və şeylər lazımdır. Bədən hərəkətdədir deyin, çox hərəkət edir, oynayır, eləyir falan. Daha çox zülalla qidalanmalıdır, yağlarla, zülalla da. Yuxarı siniflərdə, tutaq ki, o 10-cu, 11-ci siniflərdə uşağın beyni daha çox yüklənir. Fiziki yüklənmədən daha çox uşaq yorulur, falan edir. Bu vaxtda uşağı düzgün qidalandırıb daha çox tərkibində fosfor olan qidalara keçirmək lazımdır. Zülaldan daha çox. Zülalın da tərkibində olan şeylər var. Bu daha çox olmalıdır ki, uşaq qavrasın, yadda saxlasın filan. Bundan əlavə, uşaq qidalanmasında uzaq başı gecə saat 10-da uşaq yataqda olmalıdır. Özü zil qaranlıqda heç bir zaryadkanın belə işığı gəlməməlidir. Saat 2-3-ə kimi uşaq qaranlıqda olmalıdır. İstəyir yatsın, istəyir neynəsin, amma qaranlıqda olmalıdır ki, melatonin əmələ gəlsin, uşağın hafizəsi güclənsin və bu da azdır. Uşağın hafizəsi güclənsin deyə ona tərkibində triptofan, tirazin olan qidalar verilməlidir ki, hafizə güclənsin, uşaq həm immun sistemi, həm yorğunluq olmasın, həm uşaq ətraf mühitindən güclü əlaqədə olsun. Bu qidalanma sistemi sufilərə də biz mənəvi tələbələrimiz mağaraya gedəndə onlara bunu planlaşdırırıq. Onlar da həmin qidalardan qidalanırlar. Çünki uşağın qaranlıqda olmağı melatonin ifrazını sürətləndirmək üçündür. Melatonin tərkibi triptofan, tirazindən ibarətdir. Yəni, sırf nutrisioloji nöqteyi nəzərdən, tibbi nöqteyi nəzərdən uşağa fikir vermək lazımdır. Orta məktəb uşaqlarının da qidalanması üçün ayrıca bəzi ölkələrdə, məktəblərdə 4 yaş qrupuna bölürlər məktəbi, bəzilərdə 3 yaş qrupuna. Onların miqdarı daha çox dəyişir, tərkibində dəyişir, yazılır, amma miqdarları dəyişir və bu uşaqlara qidanın verilməsini diferensiasiya etmək lazımdır. Uşağın nə ilə məşğuliyyətinə görə, beyin, əqli məşğuliyyəti çoxdur, yoxsa fiziki məşğuliyyət yüklənmə və buna uyğun da uşağın gündəlik öynələri qurulmalıdır. Uşaq neçə öynə yeməlidir? Öz fəaliyyətinə uyğun, ətraf mühitə uyğun, genetikasına uyğun və dərs yükünə uyğun. İndi məsələn, gərək biz qız uşaqlarında olan uşaqlarında uşaq məktəbdə çoxlu zülal verək, gücləndirək bədənlərini, çünki onların daşıdıqları kitabları böyüklər daşıya bilmir. Yəni, burada da bir dəyişiklik, artıq dəyişiklik olmalıdır. Ondan sonra uşaq qidalanmasında bizim təcrübəmizdə, müasir təhsil kompleksində təbii C vitaminizasiya aparırdıq. Bu, uşaqların sağlamlığına çox gözəl təsir göstərir. Hiss olunmadan sarımsağın, amma dadı çıxmasın, gərək dadı çıxmayan, sarımsağın ilk efir yağlarını götürür, onu uşağa qalan şeylərlə bir yerdə şorbaların içində, falan içində mütləq vermək lazımdır. Onu biz analarında ev şəraitində necə eləyək ki, o sarımsağın dadı çıxmasın? O sarımsağı kök tərəfindən kəsirsiniz, bunu aşpaz bilməlidir və qoyursunuz bir damcı yağa, marqarda nə istəyirsiniz, pişirsiniz şeyə, foliyaya, qoyursunuz, tovkada bir dəqiqə durur, yarım dəqiqə və yaxud da qaynar suda 1-2 dəqiqə qaynadırsınız. Çıxan kimi o istilik dəyən kimi sarımsaqda 2 yüngül efir yağları çıxacaq həmin yağı ətraf mühitə. Sonra o qalan yağı zadı turlayırsınız. Sarımsağın sonra şeydən keçirib şorbaya vurursunuz, dadı gəlməyəcək, bilinməyəcək, uşaq onu rahat yiyəcək. Bu kələklərdən istifadə edirdi ki, uşaqlar yesinlər və onda bu uşağın sağlamlığına düzgün təsir. Vitaminizasiya, məsələn, biz bazardan ən çox aldığımız it burnu. Onu düzgün dəmləyib şorbalara qatmaq, şorbaların tərkibində vermək ki, C vitamini parçalanmasın, içkilərə qatmaq, içki onunla hazırlamaq, çox gözəl tərkibli içkiləri çıxır və bəzən turşuluğu az olanda ona biraz limon tuzu vurmaq olar ki, turşuluğu olsun.
Abura ilə qarışdırmaq olar. Biraz və bunun müxtəlif yolları var. Çıxmaq olar bunun gibi bilməlidirlər və əllərinə uşaqların orta məktəbdə ya da bağçada standartlar var. Necə xörək hazırlanmalıdır, necə pişməlidir, necə olmalıdır, necə verilməlidir, süfrəni. Riayət olunur. Sonra uşaqlar mütləq şorba yeməlidirlər. Mümkün qədər səhər gün orta axşam. Bütün Hətta öynələrdə səhərdə. şorba da, bütün öynələrdə şorba yeyilməlidir. Çünki mən onu başa salmaq üçün yuxarı sinif, 6-cı, 7-ci sinif qızları yemirdilər, gəldilər, sonra hamısı girdilər, oğlanlar da. Əgər doğrudan da mən onlara izah edirdim və doğrudur. Mədə bağırsaqda yəni qalıq maddələr düzgün xaric olmursa normal yollarla o dəri vasitəsilə başlayır xaric olmağa və indi pırışıqlar deyirlər, nələr deyirlər, səpkilər onlar əmələ gəlir və bu bağırsağın özünün gücü çatmır xaric eləməyə. Amma şorba yeyəndə bağırsaq onu həzm eləmək gücündə malik olur. Dəriyə o qədər şey çıxmır. Xüsusilə dərgənlik vaxtında. Siz bilirsiniz ki, bu qızların o vaxtı yaşlarında sifətindən ya birindən bir şey süzənək çıxanda, hətta Nagasaki, Yaponiya atom bombası atılanda onlar o qədər dərd çəkmirdilər ki, o qızın dərdi olur. Ona görə deyirlər, dəli qızın dərdi var, amma qara qızın dərdi var. O dərd çox ağır dərddir. Ona görə uşaqlara bunu izah eləyəndə, məktəb sistemində filan, uşaqlar başlayır şorba yeməyə. Və ona adət eləyəndən sonra bu sağlam həyat tərzinə çox böyük keçiddir. Yəni burada yalnız qarşısına qoydun, yox, onu yedirtmək lazımdır ona və onu həvəsləndirmək, ondan ləzzət almaq tərbiyəsini uşağa vermək lazımdır ki, bu düzgün qidalanmadan ləzzət ala bilsin. Yeməyi sözlə elə bəzəməliyik ki, övladlarımız onu qəbul İndi mən eləsinlər. bizim birini qoyma birinə gedim, bizim Naftalında bir neçə dəfə oldum və bizim sanatoriyalara gedirəm, görürəm ki, bəzilərində bir pəhriz stolu qoyublar. Suda şeydə pişirib qoyublar, onu da yeməz. Və bizdə elə bilirlər ki, pəhriz budur. Ona görə də bilirsiniz, qidalanmada düzgün qidalanmanı sistemini qoymaq lazımdır. Afrikadan gələn almanı uşağa vermək olmaz. O sağlam da olsa, o Afrikanın mühitindən danışır, uşağın bədənindən informasiya verir. O həmin informasiyaya uyğunlaşır, çıxır çöldə başqa informasiya və bədən başlayır idarə olunmağını itirməyə və xəstələnir. Ona görə uşaqlara maksimum 400 kilometr ətrafında olan ən uzağı məhsulları yezdirmək lazımdır. Uzaqdan gələn məhsulları ondan uşağa vermək olmaz. Bunların hamısı orta məktəb sistemində də, bağçada da sorulur. Ümumiyyətlə, adı insanların da adam kimi yeməyə öyrənmək lazımdır. Biz pul qazanırıq nə üçün? Yaxşı rahat yeyək, yaxşı geyinək, yaxşı yaşayaq da. Əgər sən bunu qaça-qaça ayaqüstə uşağa da nə bir şey aldınız, buterbrod küçədə dönər, yeyə gedirsə, bunun qan ayaqlarında, bədənində də bunun həzminə çox ziyan edir. Sən bunu qaça-qaça yiyəcəksən, yıxsın. Niyə zil çəkib pul qazanırsan? Adam kimi otur, həzzini al, ləzzətini al da, yeməkdən də adam kimi də. Siz təsəvvür edin, Azərbaycanın təsəvvüründə çox gözəl, bizim Tomrisə, Nigara bənzəyən, gözəl, həcər kimi saçlar uzun, belə yerişi gözəl, salvalı bir Azərbaycan gözəli küçədə dönər yeyə gedirdi. Bu gözəllikdən nə qaldı? Uşaqlara onu öyrətmək lazımdır. Gövşə-gövşə küçədə gedəcək. Qadın və gözəllik anlayışını məhv edirik. Ağır bir igid, Koroğlu küçədə gedə-gedə nəsə yeyirdi. Bir iş yok ona. Ondan nə Koroğlu oldu? Özümüzü alçaldırıq. O Koroğludur, bir də Qoroğludur. Qorqudun, Alovun oğludur. Qorxotun oğludur. Misir reklamlarında var, yazmışlar onu. Ona görə qidalanma uşağın təkcə yeməyinə deyil, qidalanma formasına və onun qidalanma tərbiyəsinə fikir vermək lazımdır. Ana bununla məşğul olmalıdır. Tərmin, baxın, indiki dövrümüzdə bayaq elə vurğuladınız ki, xanımlar işləyirlər, amma bir növdə tək özlərini təsdiq eləmək üçün yox, eyni zamanda ailə büdcəsinə bir qatqıda bulunmaq üçün işləyirlər də xanımlar. Çünki indi öyle bir zamandır ki, tək bəylərin
ailəyə gətirdiyi büdcə ilə bəzən ailəni idarə etmək olmur. Çox təəssüf ki. Sizin də haqlı tərəfiniz var, amma xanımların da haqlı tərəfləri var. Yaponiyanın dünyada birinci olmağına səbəb nə oldu? Nə? 41-45-də atom bombaları Yaponiya dağılıb, hamısı zəlildi. Kuril adalarını filan Rus əllərindən alıb, mənəvi cəhətdən də əzildilər, fiziki cəhətdən. Niyə birinci oldular? Onların qəbul edəkləri qaydalardan biri idi. Qadın çox yüksək təhsil almalıdır, öyrənməlidir, hamıdan yaxşı bilməlidir, amma işləyə bilər, ərə gedən günü işdən çıxır. Və onun maaşı 2 qat ərinə verilir. Deyirəm də, bu qadınlar işdən çıxsalar, iş yerləri boş olacaq, kişilər işləyəcəklər. Və ondan sonra evdə yalnız uşaqla, özünlə məşğul olmalıdır. O rəfiqələrlə də görüşə bilər, özünü. Kişi evə gələndə, o saat 11-dən tez yapan evə gələ bilməz. Qadın artıq onu sevəndə gördüyü formada qarşılamalıdır. Onun saçından, bədəndən, mətbəx ətri gəlməməlidir. Və yalnız bu faktor o ailəni görür, qadın tərbiyə edir. Yaponiyanı qaldırdı, qoydu. Əgər bizim bütün qadınlarımız işdən çıxsalar, iş yerləri boş olacaq, məcbur olacaqlar kişilərə yaxşı maaş versinlər. Elə deyilmi? Yanımda bir gözəl ailə var idi. Ərinlə didləşir, cavandılar, 3 ay deyirdilər. Çox istədim, elə yaxşı uşaqlardı ki. Dedim, bundan sonra siz mənim evlatlarımsınız, nə kömək lazımdır eləyəcəm. Dedim, qızım, niyə yoldaşın elə deyir ki, mən düz deyirəm, deyirəm, düz deyirsən sən, amma sən düz olmaq istəyirsən, yoxsa xoşbəxt olmaq istəyirsən. Düz də yox, o istəyir ki, həqiqət mənim tərəfimdə, həqiqətin də tərəfləri çoxdur. Sən xoşbəxt olmaq istəyirsən, yoxsa düz olmaq istəyirsən, üzümə baxır. Deyirəm, qızım, çalış xoşbəxt ol. Sən, deyirəm, ərin sağa deysə ki, mən San Fransiskoda ev tikəcəm sana, nə deyərsən? Deyirəm ki, dəlisən, nəsən, sən özün şalvar alamırsan hələ. San Fransisko bizi kimdir bıraxan? Dedim, çox nahal. O arzularını sana danışır, qadın müdrik olmalıdır. Deyirsən, nə yaxşı fikirdir. Gəl, görək bu ev neçə mərtəbə olacaq, nə tərə, burada bizim yataq otağım, çertiyojunu çək, onunla divarlar bu rəngdə olacaq filan. Və sonra, biraz keçindən sonra o da həvəslənir artıq. Pul qazanmalıdır falan. Deyirsən ki, biz tutaq ki, viza da aldıq, getdik San Fransiskoya. Bizim bir qızımız oldu, 6 yaşında götürüb boyfriendini evə gətirəcək. Dözəcəksənmi? Yox. Onda nə imza lazım? San Fransisko, orada avara bir yerdə, qumarxana falan uşaqlarımız pozular. Amma ev ideyası çox gözəl ideyadır. Bəlkə bunu Gəncədə tikək ya da Höysanda. Və sən ona stimul verirsən, o ev tikiləcəkmi? Amma sən, yox, sən dəlisənmi, Fransiskoda biz evimi tikə bilər. Əlbəttə tikilməyəcək. Öyünü yıxdınız, qoydunuz oraya. Sonra da həmən də kömək edin, 5 manat qazanaq, bir yana çıxardaq özümüzü. Niyə? Sən qoy bu kişi uçsun da, qanat ver buna da. Siz bir mənalı şəkildə kişilərə dəstək. Dəstək vermirəm kişilərə. Kişilər bədbəxt olur. Nə var ki, arvad qazansın, arvadın dədəsi də versin, şeylən də. Bu lap belə əla bir şeydir ki. Onu cəmiyyətin biraz fikrini dəyişmək lazımdır. Kişi-qadın fərqi qoymadan o fikri dəyişsək, siz deyən kimi yaşamaq çox gözəl olar. Nəinki yaşamaq, elə dövlətçilik baxımından da çox zirvəyə qalxa bilər. 5-6 dənə uşaq doğsun. Siz bilirsiniz ki, həkimlər də bilirlər. Məsələn, uşaq ana bətninə düşəndə, uşağın anasında infarkt zad keçiribsə, uşağın bədəni başlayır ananın ürəyini müalicə eləməyə. Ana sağlam olur və uşağın deməli, bədən hüceyrələri 50 ildən sonra belə ananın beynindədir. Siz bilirsiniz nə qədər bağlılıq var. Elə də ananınki uşaqdadır. Sən bu uşağı bədbəxt edib tulluyursan, baxçanın hesabına, onun bunun hesabına. Mənim etirazım yoxdur. Uşağı böyütdü, qadın təhsil almalıdır. Çünki təhsilsiz qadın, savadsız qadın uşağa tərbiyə verə bilməyəcək, onu öyrədəməyəcək, oxuda bilməyəcək. Qadın birinci növbədə qızlarımız ən yüksək təhsil almalıdırlar, ən yüksək yerlərdə olmalılar. Evləndən sonra o biliklərini evlatlarına və ərlərinə müdrikliklə onları idarə eləməlidirlər. Ərlərini də onları idarə eləməlidir. O kişidən ağıllı olmalıdır. Kişidən savadlı olmalıdır. Kişidən güclü olmalıdır. Uşağa qılınc tutmağı ana öyrədirdi. Ata yox, ata müharibədə idi ya da qoyunları götürüb dağa çıxmışdı. Tarix boyu belə olub da. Bu daha vacibdir cəmiyyət üçün də qadının yüksəkliyi. Əlbəttə ki, kişi də, ailə də hamısı qadına tabe olmalıydı. Tahir müəllim,
Mövcud vəziyyətə baxanda cəmiyyətimiz və yaxud da sizin dediyiniz kimi desək, kişilərimiz qadınlar tərəfindən idarə edilməyə nə qədər hazırdılar, nə qədər buna razıdırlar? Ailə idarə etmə sistemi köklü şəkildə dəyişməsə, sizin dediklərinizi də hal-hazırda tətbiq eləmək qeyri-mümkün kimi sayılır. Çünki bu real Azərbaycan cəmiyyətinə uyğun olan ailə modeli deyil. Bəlkə də əvvəllər olubdu. Amma hazırki devrimizdə və bundan sonraki devirdə bunu tətbiq eləmək üçün məhz ailə quruculuğuna, ailə idarə etməsini kökdən dəyişməliyik. Tahir müəllim, indi dəb halını alıb da ayaqüstü yemək məkanlarında, belə desək də, fast food yerlərində ailələr uşaqlarına nə gəldi yedizdirirlər. Bunun uşaqların gələcəyinə ziyanı var, hamımız bilirik. Amma nə kimi ziyanlar var? Bilirsiniz, bizdə küçə itlər var. Burada kətdə öz itimiz var. Öz itimizə yalı da belə qəşəng hazırlayırdılar. Bir qabda gətirib itin qabağına qoyurdular. O çöldəki itə indi çoxdur da, sümük atdırılırıq da. Siz uşağınızı niyə çöl itinə döndərirsiniz? Niyə o naxadı yiyib, götürüb, qaçıb gedib yeməlidir? Olmaz muhtura adam kimi bir qarşısındakı qabın forması filan süfrə və qaşığı, çəngəli, bilmirəm, nəyi tutub əlindən mi yiyəcək. Adam kimi yavaş-yavaş onu çiynəməyi, udmağı, içməyi öyrədə və adam kimi otura ləzzətlə, qidadan ləzzət alan yiyə. Niyə onu fast foodla qaça-qaça yezdirirsiniz, əlinə bir dülmək verib? Uşağı qida mədəniyyətinə öyrətmək lazımdır. Birincisi, o elə yeyəndə uşağın bədəninə o sinmir. Sinəndə zəhərli hissəsi olur. O da uşağınızı xəstələndirir. Əvvəlcə ora verirsiniz pulu, sonra gedib həkimə verəcəksiniz. Bir də Tahir müəllim, çox təəssüf ki, indi ailənin bir süfrə arxasında oturub yemək yemək mədəniyyəti artıq itmək üzrədir. Çox təəssüf. Əvvəllər məsələn elə çox uzaq olmasa da yaxın keçmişində biz atamız işdən gəlməmiş süfrəyə oturmurduq. Nəsə verirdi ana, başınızı qatın bununla, mədəni alladın, amma yemək ata gələndə yeyiləcək və hamı bir süfrə arxasında əyləşirdi. O süfrə arxasında uşağın problemləri də müzakirə olunurdu, yemək də qəbul olunurdu, baməzə söhbətlərimiz də olurdu. Bir mehribançılıq süfrədən formalaşırdı. İndi biz bunu itiririk, təəssüf ki. Onu kim yaradırdı? Ana yaradırdı. Siz yenə də anaların... Nə var? Vallahi mən görməmişəm ki, mənim babalarım, ətrafımda olan kişilər ailədə o süfrəni yaratmıyorlar. Mənim gördüyüm nə oldu ki, nənəm eləyib, anam eləyib, halam eləyib də, bunları bu qadın eləyirdi, ailəni ailə eləyən, süfrənin başını toplayan, bir süfrənin başını toplamaq siz deməli, bütün ailəni bərkidirsiniz. Elə bilin ki, 400 nömrəli sement vurursunuz ona. Ki, ailə bərkiyir, ailə dəyərləri gözəl olur, hər şey həll olunur onda. O ailədə bir-birinə qarşı sevgi yaranır. Ata kimdir, ana? Bunu ana eləyir də. Ana evdədir mi? Ana atadan sonra işdən gəlir. Ailə institutlarımızı onda təzdən bərpa eləyək ki, bilmirəm, mən ailənin dəyəri anlaşılsın. İstir bəylər üçün, istir xanımlar üçün. Tahir müəllim, hazırki dövrdə bir problem də uşaqların, belə deyək də, iştahsızlığı. Nə vaxt uşaqlara adam kimi yemək verdiniz, onlarda iştahsızlıq yarandı. Zirzibil yezdirirsiniz, gəlir onunla müqayisədə, orada da umami çoxdur, dad umamisi. Uşaq bunu qəbul eləyə bilmir. Öyrətməyin də. Üzr istəyirəm, buz kimi mədiyə içki düşəndə, soyuq su olsun. Mədənin temperaturunu birdən-bir aşağı salır. Siz də yemək və Coca-Coladan əldən qoyur buz kimi. Qaynar yemək yiyir, bu uşaq üstündən Coca-Cola içirdirsiniz. Coca-Cola'nın da isti içmək olmaz. Gərək soyudula. Ya Pepsi-Cola'nın, elə deyil mi? Sən bu uşağın nə dad fəzası olacaq, nə iştah olacaq? Bu adam daddan ləzzət almırsa, nə iştah olacaq bu uşaqda? Siz onu məhv edirsiniz qabaqçadan. Elə olmur. Dad üçün, mətbəx üçün, sağlamlıq üçün bir ana olmalıdır. Ana sözünü böyük hərflərdən deyirəm. Bir xanım olmalıdır, qadın yox. Xanım qadın, xanım xatın olmalıdır. İnkubatorda yetişdirilməyən toyuq və yumurtaları uşaqlar yeyəndə bəzən heç yemirlər, deyirlər ki, iyi gəlir. Evdə verməm sizə xanım.
uşaqlıqdan onu öyrəşdirməyibsiniz də. Halı inkubatordan alıb Öyrəşdirsələr, onda deməli o əlbəttə hər şey öyrənclə. Dad fəzası dəyişir, dadı öyrəşdirilir. Məsələn, biz baxsaq, indi Şamaxıda tapdıq 8 dənə ət mürəbbəsi, mürəbbə festivalında çıxdı ortaya. Qədim mənbələrə baxırsan, ətə şəkərlə, ət xörəklərinin üstünə şəkər tökürlər, nə varırlar, başqa dad fəzası idi. Dad fəzası dəyişir. Sovetlərdə ümumi bir dad fəzası yaratmışdılar. Biz Çinə gedəndə fəza dəyişir, bəzi şeyləri Koreyada yeyə bilmirik, iyi bizi vurur filan. Avropada biraz uzun müddət öyrəşmək lazımdır. Başqa Braziliyada onun kimi, o birində onun kimi, Ərəbistanda. Bu dad və orqanizmdəki fəza dəyişir. O fəzanı ana evdə yaradır. Ana yaratdığı qızlarını ötürür, o fəza başlayır yaşamağa, davam eləməyə və evlatlara keçir və insanlar da o fəzanı axtarırlar. Anası olmayanda bacısına gedir, sığınır. Sara Oğuz Acıqların bərəkətində yazır, deyir də, Allah rəhmət eləsin ona. Deyir, Qazaxda ata minib gedir Gəncəyə ki, bacımın xəngəlindən yeyəcəm. Qazaxda xəngəl miyim? Dad fəzası bacısındadır. Anasının dadını eyni o xəngəlin bacısından alır. O necə bacısını sevməyəcək? Bu onun dalından gedir. At çoxur, nə qədər gedim bacım xəngəl pişirəcək. Anamın pişirdiyi xəngəldən yoxdur. Gəlin gəlir orada evin idmini götürməlidir. Gəlin ocağa gəlirdi çünki ocaqda pişirdi hər şey və ocağı öyrənməli idi. Ocağa rəhbərlik eləməyi öyrənməli idi. Ocağı idarə eləməyi öyrənməli idi. Ocağı idarə eləyən ailəni idarə eləyirdi. İndi qadın ocağın yanında durmaq istəmir ki. kəndlərimizdə heç ocaq da qalmayıbdır. Bir çox təndir yoxdur. Günah elə cəmiyyətdədir ümumiyyətlə. Tahir müəllim, söhbətimizin istiqaməti başqa səmtə yönəlmədən bir şey də sizdən soruşmaq istərdim. Mən uşaq qidaları haqqında biraz araşdırma aparanda orada belə bir şey oxudum ki, 1 yaşa qədər, o 2 yaşa qədər uşaqlara ana südü dediniz bayaqlarım. Mütləq onun böyründə çıxandan sonra ananın ağzında çörək verir, yavaş-yavaş öyrəşdirir bədəni. Artıq uşaq ətraf mühitdə olan şeyləri qida sisteminə götürməyə başlayır. Orada belə bir şey var idi ki, hardasa 5-6 yaşına qədər uşaqlara dozu müəyyən qədərlərlə, dozu və şəkəri Sonra da qədərlərlə. hər adamın şeyi var. Uşaqlara yaxşı olar ki, balaca olanda şəkər tərkibini heç nə yaxın qoymuyorsunuz. Bal Neçə verin. yaşa qədər? Bir də bax Leyla ömrünün axırına kimi bal verin. bal demişdim, 1 yaşa qədər uşaqlara bal qətiyyən olmaz yazılmışdı. Onu səhv deyirlər. Səhv deyirlər. Çünki oxudum. Balın mənə miqdarında maraqlı vermək, gəldi. artıq içiləndə dərd verir suda, miqdarında bal vermək lazımdır uşağa. Bal çox gözəl və möcüzəvi bir məhsuldur. Ondan sonra böyüdükcə balı və balla bərabər bəhməz verin. Müxtəlif bəhməzlərimiz var, doşluqlarımız var falan var. Maksimum şəkərdən uzaq durmağa çalışın. Bir də Çünki şəkər təmiz rafinə olunmuş şeydir. Onu həzm eləmək üçün bədən müəyyən vitamin və mineral maddələri cəlb eləməlidir ki, o şəkəri həzm edib qəbul eləsin və bədən yavaş-yavaş oturur. Amma bəhməzin tərkibində, meyvələrin tərkibində o şəkəri həzm elətdirən maddələri var. Ona görə daha rahat olur. məsələn, mənim nənəm bəhməz bişirəndə o çox qatı eləyirdi bəhməzi. Amma hazırda mən bəhməz Cuyuq istəyirəm. eləyirsən. Çox sulu olur bəhməzlər. Orada tərkib dəyişirmi onun Əlbəttə ki, faydasında? dəyişir. Qatı olanda daha da karamelləşmə daha çox olur, rəngi də qaralar. Cuyuq olanda daha xeyirdir, amma saxlamaq üçün biraz ağırdır, yer çox tutur filan. İndi daha gözəl metodlar var. Bu şeyi həmən bəhməzin suyunu vakuum aparatlarda buxarlandırırsan, aşağı temperaturunun heç onun tərkibi dəyişmir. Çox gözəl bəhməz alınır. Gündə neçə dəfə qidalanmalıdır uşaqlar? Belə deyək də biz 5 yaşından yuxarı uşaqları götürək. Bu uşaqdan asılıdır. Uşağın şeyi var da, sanguinik xolerik qaynayır. O uşaq tez-tez qidalanacaq, daha çox yeməlidir. O biri biraz sakitdir, rahatdır, hərəkətləri zəifdir, daha çox dərsiz da fikir verir və o qədər tərpənişli deyil. Onun qidası biraz cana az olmalıdır. Bunun hamısı hər bir yəni fərdi olaraq müəyyənləşməlidir. Amma yenə də şəkərli, nə bilim belə şeylər çox. Şəkər uşağın bədəninə lazımdır. Ona görə bal almalıdır ki, beyin inkişaf eləsin.
enerji sərf edib bəhməzlə bal verilməlidir. Amma ağ şəkəri uşağa yedirtməyin. Ağ şəkərdən hazırlanan şirniyyatları verməyin. Mürəbbə eləyin, meyvənin öz suyunda rüçal eləyin, verin də. Balın içinə qoyun meyvələri, verin uşağa nə qədər deyirsiniz yesin də. Mürəbbə demişkən, bizdə məsələn nənələrimiz mürəbbəni mütləq şəkildə bu il hazırlanan mürəbbəni bizə vermirdilər. Keçən ilkini verirdilər, amma bu ilkini saxlayırdılar keçən ilə ki, orada Köhnə ölməsin bunu, xarramasın. Yəni səbəb təkcə İqtisadi o idi. məsələlər də var. Köhnəni qurtarmamış, bunu ne yeyirsiniz? Bunu pay verəcəyim. Deyirlər ki, onun tərkibində nəsə ölməlidir ki, ondan sonra isə onlar bəhanə etmiş də. Şəkərləmə baş verir də, şəkərləmə baş verir, bal da xarlayır. Bal xarlamırsa, deməli tərkibində şəkər var. Tahir müəllim, hazırda el arasında, cəmiyyət arasında menyu kimi adlandırılan restoran çeşnilərində sırf uşaqların qidalanmasıyla bağlı müəyyən bir təamlar nəzərdə tutulmayıbdır. Tutulubsa da çox az bir restoranlarda buna rast gələ bilərik. Bunu necə aradan qaldıraq və yaxud da hansı təamları restoranlara tövsiyə edərsiniz ki, əlavə eləsinlər ki, məhz uşaqlar ondan qidalana bilsinlər? Birincisi, bizim Çeşinədə qabaq uşaq kafeleri var idi, uşaq restoranları var idi. Bunların hamısı yığışdırıldı, yoxdur. Orta məktəblərdə, bağçalarda belə uşaqların qidalanmasını düzgün verən bir dənə məktəb mən tanımıram ki, bir dənə bağça tanımıram Azərbaycanda ki, bunlar düzgün qaydalarla versinlər. Biz o vaxtı bizim Qida Təhlükəsizliyi Agentliyinə də bir 5-6 il bundan müraciət elədik ki, biz hazırıq ki, kömək eləyək uşaq bağçalarında xörək pişirənləri bir aylıq, 2 aylıq, bir həftəlik, necə deyirsiniz, kurslarda hazırlayaq, başa salaq ki, necə. Çünki ordu ilə işləyəndə ordu qidalanmasını 93-cü ildən biz kömək elədik, təşkil elədik ki, saldatımlar, əskərimiz sağlam qida alsın. Çünki damazlıqda da gələcəyimiz də olar. Eyni də restoranlarda qabaq haricana pəhriz stolları var idi. Onlar da götürülübdü. Heç bir də hətta pəhriz restoranları, pəhriz kafelərimiz var idi. İndi onlar da yoxdur. Düzgün qidalanma sisteminə restoranlar indi baxmayacaqlar və biz onlara məsləhət də görsək, bunları eləməyəcəklər. Buna görə özümüzü yormayaq. Onlar pul qazanmağın yoludur. Biz ona desək ki, bunu belə eləyib, var da uşaqlar üçün tez qidalar var, plan var. Yəni, adını çəkdiyimiz McDonald's-da o biri, bu biridir. Oyuncaqlar da verir, hər şey eləyir, gəl bilir o rənglərdən. Uşaq oradan keçəndə onlar uşağın ağlamağını nəzərə alırlar. Anasının əlindən tutur, oraya getmək istəyirəm, bu reklam bunu eləyir, uşaqların beyninə girir. Və orada da məqsəd uşaqlara sağlam yemək vermək deyil. Bu faktordan istifadə edib pul qazanmaqdır. Rəhmətli Marksı tanıyırdınız da. O kapitalda bir şey yazır, faiz qoyur. Məncə 160% keçəndə gəlir. Biznesmen insan öldürməyə belə hazırdır. Kapitalın, pulun öz qanunları var. O hissiyatla buna qiymət vermək, bunu gözləmək ağılsızlıqdır. Siyasətdə də hissiyatdan uzaq durmaq lazımdır. Biznesdə də, yoxsa o biznes olmayacaq. O pul qazana bilməz ki. Silah satanlar elə bilirsiniz. Bilmirlər ki, bu silah öldürəcək. Qidanı, zəhərli qida satıb istehsal edənlər bilmirlər ki, bu qida ziyanlıdır. Bizdən yaxşı bilirlər. Çox gözəl də onu bilirlər. Bilirlər ki, pul qazanırlar. Cəhənnəmə ölsün. Cəhənnəmə xəstələnsin. FAO ilə BOZ birləşdirildi də, Dünya Sağlamlıq Təşkilatından bu Aqrar Təşkilatı birləşdirdilər. Bir arada Trump ayağa qalxdı ki, mən oraya pul ödəmirəm. Çünki jürilikdə hamısı. Niyə birləşdirdilər? Bu zəhərli qida satsın ki, bu dərman sata bilsin. Bu BOZ icazə verir ki, bu boyda miqdarda olar. Bilir ki, olmaz, rak olacaq, plan olacaq. Amma BOZ bilir ki, burada pul alırlar. Pul oradan qazanırlar və güya dünya təşkilatları sağlamlığımızla, ya kənd təsərrüfatla məşğullar, yalansa başlarına. Amma indi biz sosial psixoloji Başlar olan yerdə ayaqlarına daş dəyməz. Biz sosial psixoloji mediyayıq və ən azından heç olmasa bizə baxan bir 1000 nəfərdən 10 nəfər sizin tövsiyənizə riayət eləyərsə, bir 10 uşağın sağlamlığı irəli çəkilmiş olacaq da, sağlamlığına diqqət yetirmiş olacaq. Birincisi, ana pişirsin yeməyi özü evladına, başqa adamın pişirdiyini verməsin, ərinə də, uşaqlarına özü pişirməlidir. Bir dəfəlik yemək pişirməlidir.
Səhər bişirib axşam da yesinlər. İndi dövğanı zadı qırağa qoysaq da əsas yeməklər təzə-təzə olmalıdır. İkincisi, uşaq süfrə arxasında yeməlidir və süfrə tam tərtibatda olmalıdır. Uşaq da orada oturmalıdır və ana və çox gözəl dediniz ata, bacı qardaş bir yerdə yeməlidirlər. Ən sadə xörəklər pişirsin. Çalışsın uşaq qidalanmasında qazlı içkiləri, saska, kalbasa, istehsal olunmuş şeyləri yox, təbii şeylərdən istifadə olunsun və uşaq qidalanmasında daha çox qızardılmış deyil, kebab kimi mangalda qızardılanları qırağa qoyuram. Mangalda qızardılan şeyləri də göyərti ilə uşaqlar eyni zamanda yeməlidirlər. Qabaqca salat kimi pomidor, xiyar, göyərti yezdirib, sonra üstündən kebab verilməməlidir. Kebab qızarılanda orada əmələ gələn zərərli maddələri o göyərti tarazlayır. Bizim qədər müşayiətçi olmalıdır. Azərbaycanda görürsünüz, milli mətbəximizdə doğranmış salatlar yoxdur. Çünki özləri dadlıdırlar. Onları doğrayıb dadsız şeylərə, onlara əlavə dad vermək, meyvə salatı, nə bilim, tərəvəz salatı, bunları yaratmaq lazım deyildi. Milli qaydalarla bunu uşağa öyrətsinlər, düzgün qidalanmağa. Çalışsınlar, kənar qida təsirlərindən uşağı qorusunlar. Onda uşaq həm sağlam olacaq, həm çox mədəni olacaq, həm sevgili olacaq və valideynlərin də sevici, özü də sevimli olacaq. Ondan ananın əlinin ətri gələcək, uşağın təbii bədən ətri, evin ətri olacaq, öz ailəsinin ətri olacaq. Bunun sadə bir şeydir, burada heç nə lazımdır. Əvvəl qadınların stol üstü kitabı var idi, evdarlıq adlanırdı və yaxud da ki, Evdarlıq da var idi. mürəbbələrlə bağlı kitab var idi. Mən məsələn Sağlam anamda- qida haqqında kitab var idi, sizlərdən. Onları görmüşdüm mən uşaq olsam da, mən xalamda da görürdüm, anamda da görürdüm. Amma indi və müəssisələrdə də, mən məsələn Bakı şəhərində bağçalardan birinə gedirdim uşaq vaxtı. Mən görürdüm ki, orada normalna yemək bişirmək üçün Burada normal məktəblər üçün də var, bağçalar üçün də var. Hə, indi Hər siz şey üçün bayaq var. təqdim elədiniz, bunlar İki hamısı tondur da, rus dillidir, rus dilindədir. Və bayaq da vurğuladınız ki, təəssüf ki, bu tip normalara riayət olunmaq üçün kitablarda, vasitələrdir, Azərbaycan dilində həqiqətən də yoxdur. Bu da var, amma digər bir təəssüf də ona görə bilirəm ki, bizim qazancımız olan rus dilini indi öyrənmək istəmirlər və çoxları bilmir. Bəli, o başqa bir İndi əvvəl ərəb dili dəbdə idi, fars dili, İndi Çin dili. indi Çin dili və ingilis dili İngilis. filan rus dilindən qaçırlar. Bu yalançı patriotizmlə tamam qaçmaq lazımdır. Hətta erməni dilini də öyrənmək lazımdır. düşmən dilini nə qədər bilsək, Söz düşmədi. bələd olacaq. Hitler o boyda oyun çıxartmışdı, amma alman dili. Mən orta məktəbdə mənim bazı dilim, xarici dil alman dilidir. Mən Azərbaycanca qutarmışam, institut Rusça oxumuşam və mən yaxşı ki Rusça institutda oxudum. Rusiyada oxudum. Bu mənim beynimi çox dəyişdi. Həmin mühit yalnız tədris eləmirdilər. Cənab prezident bir dəfə müharibədən qabaq bizim universitetdə, Bakı dövlətdə çıxış eləyəndə bir şeyi vurğuladı ki, məktəbdəki təhsil verməməlidir. Tərbiyə məsələləri, təlim məsələlərinə çox güclü toxundu. Təəssüf ki, ona baxmalılar da indi. Dil nöqteyi nəzərindən tamamilə qatılıram sizin fikirlərinizə. Amma eyni zamanda hamı da rus dilini bilmir axı. Mən üzr istəyirəm. Bilirsiniz, hər şeyin yolu var. Bu telefonda proqram var. Tutursunuz rus dilini, Azərbaycanca hamısını oxuyursunuz. Amma istəmirəm. kitablar tərcümə olunmalıdır da Azərbaycan Eləsinlərdən dilinə. Eləmirlər. bugün istəyən adam, o bağçada işləyən, məktəbdə işləyən mütəxəssis telefonu tutub oradan lazım şeyləri oxuyur da tamam. Bəli, avtomatik tərcümə tərcümə eləyir də. edən proqramlar var artıq. Bu süni intellekt hər şey eləyir də. Tərcümə çobanın meyli olsa təkədən pendir tutar deyirlər. Meyli olmalıdır. Orada adam oturur istəyirəm. Allahdan buyruq ağzıma buyruq el olmur axı. Sən oradan maaş alırsan, iş görürsən, millət uşağını sənə etibar edib məktəbdə, bağçada. Haramdır sənin o qazandığın maaşı evinə apardığın, uşaqlarına da haram yemək. Çünki orada qidalanan uşağın ailəsinin pulunu alırsan, qismətini, onun yeməyini verməyib bədənini xəstələndirirsən. Götür oxu da canın çıxacaq. Həmin kitablar, həmin sistemlər, hamısı internetdə də var.
2018. Yəni o bahanələri qıraq, həyatda mümkünsüz bayaq danışırdıq. Bəli, bəli. Görmək lazımdır, baxmaq yox. Onda hər şey yerində olacaq. Uşaqları oxumaq yox, öyrətmək lazımdır. Müəllimi dinləmək yox, anlamaq lazım. Başqa şeylərdir. Bunları başa salmaq lazımdır orta məktəbdə. Hər şeydə bir nizam, bir bilik olmalıdır və o uşağa bağçada yemək pişirən, ya məktəbdə yemək pişirən verən adam məktəbin direktoru, o birlər o uşağın prezidentidir, o uşağın yiyəsidir, o uşağın sahibidir. O uşaq xəstə savadsız çıxırsa, şul o müəllimlərin də, xörək pişirənlərin də başına və onlar hamısı türmədə çürüməlidir, çünki ölkənin düşmənləri də olur. Bir nömrəli düşmən uşağı öyrətməyən, uşağın sağlamlığına xidmət eləməyən və buna borclu olan adamlar. 2018-ci ildə 60 illik yubileyinizlə əlaqəli bir kitab çıxmışdı. Adı 12 vur 5 bərabərdir sual. Onun mənasını sizdən soruşanda demişdiniz ki, mən anamın gözündə hələ də uşağam. Mən o vaxtı anam rəhmətli sağ idi. Gedən kimi gəlinlə dalaşırdı ki, uşaq sınıxıbdır, yaxşı edirtmirsən filan peşməkan. Elə bu vaxtda nəvəm başıma çıxırdı, baba deyirdi. Mən bilmirdim uşağım yoxsa doğrudan neçə yaşım var. Amma onun daha böyük mənası da var idi ki, Allah anaları sağ eləsin. Ata, neçə ki onlar var, biz gənciş, uşaqlıq. O hiss eləmirsən yaşdaşlığını, qocaldığını filan. Onlar bizi saxlayırlar gümrah. Amma mən özüm də düşünürdüm, görəsən bu 60 ildə mən bu 60 yaşa layiq bir ölkəm üçün, ətrafım üçün, xalqım üçün nəsilənmişəmmi və mən bu 60 yaşa layiqəm yoxsa yox? Doğrudan mı 60 il yaşamışam, yoxsa elə belə keyfimdə olub günümü keçirtmişəm də? Və o suala ona görə sual qoymuşdum, çünki mənim üçün də sual idi. Ona görə o kitabı 5 vuraq 12 vuraq sual. Necə düşünürsünüz? Yoxsa hələ də düşünürəm ki, mənim imkanlarım olsaydı daha çox şey eləyə bilərdim. Az eləmək. İndinin özündə də o başqa məsələdir, amma daha çox eləyə bilərdim və bilərəm. Tahir müəllim, elə baxın o kitaba adına verdiyiniz şərhlə cümləmi yekunlaşdırmaq istəyirəm. Daha doğrusu fikrimi yekunlaşdırmaq istəyirəm. Demişsiniz ki, anam məni hələ də uşaq görür, amma bəzən elə məhz qidalanma ilə bağlı. Çünki müxtəlif səbəblər olur. Qidalanması düzgün olmadığı üçün elə xəstə uşaqlar olur ki, valideynin gözündə onlar elə uşaq ikən böyük kimi görünürlər. Uşaqlarımız sağlam qidalansın ki, sizin təbirinizlə desək, analar övladlarını sağlam qidalandırsınlar ki, uşaqların neçə yaşı olursa olsun, ananın gözündə həmişə uşaq olaraq da qalsınlar. Mənim uşaqlıqda anama yazdığım bir şeir vardı, 6-cı 7-ci sinifdə oxuyurdum. Oğul böyüdürəm, sən qürrələndin, oğlundan sən ümid gözlədin ana. Sənin ümidini doğrulda bilsəm, sanardım özümü xoşbəxt dünyada. Böyle sizin o şeirin timsalında bütün anaların böyütdüyü oğullar deyəndə burada cins nəzərdə alınmır. Bütün övladlar Mən bütün xoşbəxt anaların olsunlar. qarşısında həmişə baş əymişəm, baş əyirəm və əyəcəm. Sağ olun. Sağ ol.